Mən qapımda 5 dənə malım var, sata bilmirəm, ehtiyacımı ödəyə bilmirəm. Pres alamırıq. Maşın biri 80-100 manat maşına veririk. Məsələn, ot tayını bağlayırdılar, tutaq ki 30 qəpiyə, indi bağlayır 50 qəpiyə. Örüş sahələrimiz yoxdur bizim. Ot və yemin qiyməti bahadır, örüş sahələri isə zəbt edilib. Bunlar fermerlərin dilə gətirdikləri ortaq problemlərdən yalnız bir neçəsidir. Təsərrüfat sahibləri bildirirlər ki, xərclər artır, gəlir isə azalır. Nəticədə heyvandarlıqla məşğul olmaq çətinləşir. Hətta bu sahədən uzaqlaşanların sayı da artıb. Fermerlər bildirirlər ki, vaxtilə qonşu Gürcüstandan özləri heyvan gətirərək bəslədikdən sonra satışını həyata keçiriblər. Hazırda isə bu da mümkün deyil. Tovuzdan olan təsərrüfat sahibləri deyirlər ki, yem məhsullarının qiymətləri yüksək olduğu üçün heyvanların saxlanılmasına çəkilən xərc baha başa gəlir. Kimi gəlir yalandan deyir ki, örüş bura mənim pay torpağımda basır, əkirlər örüş sahələrimizin hamısını. Əvvəl bax bu gördüyümüz bu evlər varmı? Buradan 2 sürü qoyun çıxırdı. 70-80 iri mal çıxır. İndi bu bax buradan 10 dənə heyvan mənimdir, bir 10 dənəsi əmmi oğlumdur. Sök tutardı. Yediklər bu 10 heyvan, o qırılan heyvan 3 ton arpa yeyib, qalan 10 dənə heyvan qalır. Bunları satanda heç o 3 ton arpayı aldığım 400-500 presi ödəmir. 7 mada pres al, 7 mada kəpək al, 50 qəpiyə arpanı alanda vallahi sərf eləmir. Bunun hamısı cəvirdir, hamısı cibimizdən yiyir. Şəkidən olan fermerlər də örüş sahələrinin azlığından şikayətçidirlər. Kəndin əsas torpaq sahəsi kənddən 15-20 kilometr uzaqdadır. Biz kənd ərazisində də örüşümüz biraz az, müəyyən qədər məhduddur, düzdür, istifadə edirik. Amma 20 kilometrdən, 15 kilometrdən bunu otun gətirmə, arpasını gətirmə, orada əkin-bikin aparmaq, orada məşğul olmaq, o da müəyyən qədər əlavə xərclər yaradır. Kənddə örüş sahələrimiz yoxdur bizim. Elə hər tərəf, bir tərəf çaydır, nə bilim, cəmaatın torpaq sahəsidir, nədir? Bu da yoxdur. Ağdaşda isə vəziyyət bir qədər fərqlidir. Belə ki, bu bölgədə təsərrüfatı olan şəxslər üçün əsas problemlərdən biri bazarın bağlı olması və alıcı tapılmamasıdır. Yem bahadır, indi bazarlar bağlanıb, alıcı tapa bilmirik satmağa. Yəni ot bahadır, bütün texnikalar bahadır. Yəni otlaq sahələri varmı rayonda? Rayonda yəni var, otlaq sahələri var. Bizim ən çətinliyimiz mallarımızı satmaqdır. Özümün 5 baş malım var, 2 hektarda yerim var. Bugünkü gündə elə bir hal-hazırda otun da çatmır, malın tədarütü də çatmır, yem də çatmır. Ortalama hesabda gün ərzində 30 manat xərc çıxır. Bu da bir ay ərzində 9 manat pul edir. Mal dəyəri ödəmir. İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə kənd təsərrüfatı təyinatlı yararlı torpaqların həcmi əhali sayı baxımından bölgüdə kifayət qədər aşağıdır. Torpaq və su resurslarının da səmərəli istifadə olunmaması heyvandarlığın inkişafına ciddi təsir göstərir. 20 il əvvəl adam başına düşən kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin deməli həcmi 0,56 hektar idisə, bugün bu göstərici 0,46 hektara qədər enmişdir. Yeganə yol məhsuldarlığın artırılmasıdır. Məhsuldarlıq artmadığı sürəcə, torpaq ehtiyatları səmərəli istifadə olunmadığı sürəcə, bu müəyyən hallarda torpaq ehtiyatlarının təyinatı üzrə istifadə olunmaması, su resurslarının ədalətsiz bölgüsü, eyni zamanda bu və ya digər faktorlar nəticə etibarilə kənd təsərrüfatından olan gözləntilərin doğrulmasına mane olur. Mütəxəssislər bildirirlər ki, hazırda diqqət tələb edən əsas məsələ istehsal xərclərinin optimallaşdırılması, örüş sahələrinin qorunması, fermerlərin bazara çıxış imkanlarının genişləndirilməsi və ümumilikdə bu sahədə dayanıqlı sistemin qurulmasıdır. Əgər vəziyyət bu şəkildə davam edərsə, yaxın dövrdə ət satışında qiymət artımı gözləniləndir. Bəs görəsən, xüsusən kiçik təsərrüfatların dayanıqlı olması üçün hansı tədbirlər həyata keçirilir? Elə bu suallarla Kənd Təsərrüfatı Nazirliyinə müraciət etdik. Ancaq sorğumuz cavabsız qaldı.